Uşaqlar, bugün biz 9-cu sinif güvən test toplusundan 87-ci sualın izahına baxırıq. Yəni 87-ci sualdan etibarən izah eləyəcəm. Gəlin baxaq. 87-ci sualda uşaqlar modul sualıdır. Kök altında 5 çıxaq 3 modulda üstə gələk kök altında 5 çıxaq 2. Uşaqlar, biz ilk öncə modulun mənfi və ya müsbət olduğunu araşdırmalıyıq. Sonra əgər modul müsbətdirsə olduğu kimi asılacaq. Əgər modul mənfidirsə əksinə çıxacaq. Gəlin baxaq. Kök 5-dən gəlin görək təxmini neçə çıxır. Uşaqlar, kök 5 biz bilirik ki, kök 4 və kök 9 arasında yerləşir. Yəni 2 və 3 arasında yerləşir. İndi uşaqlar 2 və 3 arasında təxmini gəlin 2,2 götürək. 2,2 qoyaq yerinə. 2,2-dən 3 çıxanda mənfi olacaq. 2,2-dən 2 çıxanda isə müsbət olacaq. Demək, birinci modulumuz mənfi olduğu üçün əksinə çıxacaq. Yəni 3 çıxaq kök 5 olacaq. İkinci modulumuz müsbət olduğuna görə olduğu kimi çıxacaq. Yəni kök 5 çıxaq 2. Gəlin görək cavab nə alınır uşaqlar. Baxın, mənfi kök 5, müsbət kök 5 islah getdi. Yəni cəmi 0 verir bizə. Qalır 3 çıxaq 2. Yəni cavabımız 1 alınır. Cavab C variantı. 88-ci sualda bu şəkildədir uşaqlar. Gəlin baxaq. Modulda 4 çıxaq kök 15. Üstə gələk modulda kök 15 çıxaq 4. Yəni gələk kök 15-in hansı iki ədəd arasında yerləşdiyini tapaq. Kök 15-dən əvvəl kök 9, sonra isə kök 16 yerləşir. Yəni 3 və 4 arasında yerləşir. O zaman biz də buna götürək. 3,4 götürək təxmini bir qiymət. Təqribi bir qiymət daha doğrusu. 3,4 qoysaq uşaqlar bura mənfi olacaq. Yəni 4-dən 3,4 çıxanda daha doğrusu müsbət olacaq. 3,4-dən 4 çıxanda isə mənfi olacaq. Demək, birinci modulumuz olduğu kimi asılacaq. Yəni 4 çıxaq kök 15 üstə gələk. İkinci modulumuzda əksinə çıxacaq. Yəni 4 çıxaq kök 15. Şuralar fikir verin. Burada 4, 4 cəmləyirəm 8. 2 dənə kök 15-i toplayanda 2 dənə kök 15 olacaq. 8 çıxaq 2 kök 15. Cavabımız B variantı. Sonra 89-cu suala baxaq. Modulda 10 çıxaq 2 kök 3 üstə gələk 10 üstə gələk 2 kök 3. Uşaqlar 2 kök 3-dən gəlin bunun görək 2 kök 3-ü bilirsiniz ki bunun tam hissəsini tapanda 2 kökün altında gəlir. Yəni qüvvəti ilə gəlir. Çünki kökün yazılmayan dərəcəsi 2-dir. Olacaq 2 üstü 2 vuraq 3. Yəni kök altında 4 vuraq 3. Kök altında 12. Kök altında 12-ni uşaqlar baxın o da 3 ilə 4 arasında yerləşir. Yuxarıya baxın o da yəni kök 9 ilə kök 16 arasında yerləşdiyinə görə təxmini biz də bundan çıxaraq 3,2. Uşaqlar 3,2 çıxardanda əlbəttə ki 10-dan 3,2 çıxanda müsbət, toplayanda da müsbət olacaq. Gəlin bunu aşağıdan yazaq uşaqlar və buradan yazıram. Bərabərdir. Yəni olduğu kimi asılacaq. 10 çıxaq 2 kök 3 üstə gələk 10 üstə gələk 2 kök 3. Modullar açıldı. İndi islahlarımızı aparaq uşaqlar. Baxın 2 kök 3 ilə 2 kök 3 gedir. Çünki biri müsbət, biri mənfi. Cəmi 0 verdiyinə görə 10 ilə 10 da tapılırıq. Cavab 20. Cavabımız A variantı. 90-cı suala baxaq uşaqlar. Modulda kök altda 0,4 çıxaq 0,5 çıxaq 0,3 çıxaq kök altda 0,4. Uşaqlar, bu modulu necə həll eləyək? Gəlin belə görək. 0,5-i mən kök altında yazsam. Baxın, belə deyirəm də 0,4 çıxaq 0,5 kök altda, yəni təbii ki, bunun kvadratı ilə girir kökün altına. 0,125 eləyir. Çıxaq 0,13 də kök altda 0,9-dur kvadratı. Çıxaq 0,4. İndi mənfi müsbətin burada araşdıra bilərik uşaqlar. Baxın, gəlin bu mənfi müsbətini araşdıraq. Təbii ki, 0,4 böyük olduğuna görə 0,125-dən bu müsbət olacaq böyükdən kiçik çıxanda. Bura baxıram uşaqlar. Təbii ki, bu da kiçikdir. 0,9, 0,14-dən. O zaman bu da mənfi olacaq. Gəlin açaq indi uşaqlar. Yəni birinci modulumuz müsbət, ikinci modulumuz isə mənfi olacaq. Yəni yazaq. Gəlin bu işarəni təyin etdiyimiz hissəni silək, oradan yazaq. Bu işarəni təyin etdik. Bərabərdir.
Yəni uşaqlar başa düşməsəz əvvələ verib videoda baxa bilərsiniz. İndi müsbət olduğu üçün uşaqlar özü açılacaq. Yəni 0 kök altdan 0.4 üstə çıxaq 0.5 çıxaq. Mənfi olduğuna görə uşaqlar ilk öncə fikir verir çöldə də mənfi var. Ona görə modulda yazırıq. Mənfi olduğuna görə yerləri dəyişik çıxacaq. Yəni kök altında 0.4 çıxaq 0.3. İndi gəlin qarşıda mənfi var, ona açaq. Kök altda 0.4 çıxaq 0.5 çıxaq. Kök altda 0.4 üstə gələk 0.3. Uşaqlar baxın, bu mənfi içəri vurulan işarələr əksinə dəyişəcək. 0.4-lər islah gedir. 5 mənfidir uşaqlar. Üstə gələk 0.3. O zaman mənfi 0.5 qalır. Üstə gələk 0.3. Böyükdən kiçiyi çıxıb böyük işarəsini yazırıq. Yəni 0.5-dən 0.13 çıxırıq, qalır 0.2. Böyük işarəsində yazırıq. Mənfi 0.2 cavab E variantı. 91-ci sualla davam edirik. Uşaqlar, 91-ci sualla 88-ci sual eynidir. Baxın. Ona görə 91-i yazmıram. Keçirəm 92-yə. Moduldan kök altında 6 bölü 2 çıxaq 1. Aha. Uşaqlar, artıq burada kəsir var. Gəlin baxaq. Kök altında 6-dan, gəlin görək necə çıxır. Kök altında 6-dan təxmini kök altında 6, kök altında 4 və 9 arasında yerləşir də. Yəni 2 və 3 arasında. 2 və 3 arasında yerləşirsə, mən onu 2,2 götürürəm. Baxın uşaqlar, 2,2-ni və ya 2,1 də ola bilər də. Yəni bu ifadə 2-dən böyükdür. 2-dən böyük bir ifadəni mən 2-yə böləndə 1-dən böyük bir ifadə alınacaq. Yəni mən baxın 2,1-i mən 2-yə bölsəm və ya 2,2-ni 2-yə bölsəm 1,5, 1,1, yəni bu şəkildə ifadələr alınacaq. Təbii ki, bu ifadə də 1-dən böyük olduğuna görə bura müsbət olacaq. Bura müsbət yazacaq. Yəni 1-dən böyük ifadə alınır. Baxın bu. Gəlin buna baxaq. Kök altında 5 də uşaqlar. Yenə kök altında 5 də burada 2 ilə 3 arasında yerləşir. Və bunu da mən 2-yə bölsəm 1-dən böyük bir qiymət alınacaq. 1-dən böyük bir qiymət alındığına görə 1-dən böyük bir qiymət buradadır. 1 var. 1-dən böyük bir qiyməti çıxanda mənfi alınacaq. Demək, birinci modulumuz müsbət, ikinci modulumuz mənfi. Kök altında 6 bölü 2 çıxaq 1, çıxaq mənfi var mötərizdə yazır uşaqlar, unutmayaq bunu və bunların yeri əksinə çıxacaq. Yəni kök 5 bölü 2 çıxaq 1. İndi modulumuza mənfini açaq, qarşında mənfi var da uşaqlar. Çıxaq kök 5 bölü 2, üstə gələk 1. Uşaqlar, baxın birlər islah gedir. Kök altında 6 sürətdə, kök altında 5 də sürətdədir. Məxrəclər eynidir. O zaman çıxa bilərəm. Yəni kök altında 6 çıxaq, kök altında 5. Yəni cavabımız kök altında 6 çıxaq 5 bölü 2 A variantı. 93-cü sualla davam edək. Modulda kök 2 çıxaq 2. Çıxaq. 2 çıxaq 2 kök 2. Üstə gələk. Modulda kök 2 çıxaq 1. İfadəsinin qiymətini hesablayaq. Yəni uşaqlar modulların müsbət və ya mənfi olduğunu tapaq. Təbii ki, uşaqlar kök altında 2-nin dən təxmin çıxır 1,2. Baxın, 1,2 çıxarda təxmini. Yəni 1-dən böyük bir ifadə çıxacaq. 1-dən böyük ifadədə mən 2 çıxsam, bura mənfi olacaq. Sonra 1-dən, yəni 2 kök 2-yə baxaq. Uşaqlar 2 kök 2 kök altında 8 deməkdir. 8 də uşaqlar 2 və 3 arasında yerləşir. Məsələn 2,9 deyək. Yəni bu ifadə də 2-dən böyükdür. 2-dən böyük olduğuna görə 2-dən böyük ifadəni mən 2-dən çıxıramsa yenə mənfi alıram. Digər tərəfdən isə uşaqlar kök altındakı 1-dən böyük idi də. 1-dən böyük olduğuna görə mən bunu 1-dən çıxanda müsbət alacağam. Gəlin modulları açaq. Bura mənfidir, əksinə çıxacaq. Mənfi var deyə qarşıda mötərizə açıram. Mənfi deyə yerlər dəyişik çıxacaq. Bu da müsbətdə olduğu kimi çıxacaq. Aha, gəlin sadələşdirək. 2 çıxaq kök 2, çıxaq işarələri əksinə dəyişirəm. Aha. Gəlin baxaq uşaqlar. Baxın burada.
nə alırıq? Mənfi kök 2, müsbət kök 2. Bunlar islah getdi. Qaldı mənfi 2 kök 2. Sonra 2 var burada. Müsbət 2, 4. 1 çıxıram. Olacaq 3. Mənfi 2 kök 2 üstə gələk 3 və ya 3 çıxaq 2 kök 2. Yəni A variantı. 94 ilə davam edək. 94-cü sualda artıq bizə şərt verir. Burada ifadə olduğuna görə şərt verəcək. Yəni x 0 ilə 2 arasında yerləşir. Bizə deyir 2 çıxaq x çıxaq 3. Gəlin baxaq, yeni işarəni təyin edəcəyik uşaqlar. Baxın, bu ifadə, yəni x 2-dən kiçik bir ifadədir. Məsələn, 1 qoya bilərəm bura. Yəni 2-dən 1 çıxanda bura müsbət olacaq. Burada isə uşaqlar 2-dən kiçik olduğuna görə elə yerinə 1 qoymuşduq axı az öncə. Yenə 1 qoysaq ifadə mənfi olacaq. Gəlin açaq. 2 çıxaq x olduğu kimi açılır, çünki müsbətdir. Çıxaq mənfi var deyə yenə mötərizə açıram. X çıxaq 3 çıxacaq, 3 çıxaq x. Bərabərdir. 2 çıxaq x, çıxaq işarələri əksinə dəyişirəm. Gəlin cavabı tapaq. X-lər islah gedir. 2-dən 3 çıxanda mənfi 1. Cavabımız C variantı. 95-dən 95-ci suala baxsaq uşaqlar, baxın, modulda 2x çıxaq 10, üstə gələk, modulda 3y çıxaq 9, kiçik bərabərdir 0. Uşaqlar, 95-ci sualda, əgər bizdən kiçik bərabərdir 0 veribsə, biz bunun bu kiçikliyinə inana bilmərik. Çünki hansı ki, moduldan bilirsiniz ki, müsbət çıxır da, hansı iki müsbət ifadənin cəmi 0-dan kiçik olar, yəni mənfi olar? Təbii ki, olmaz. Uşaqlar, moduldan yəni həmişə müsbət çıxır deyəndə soruşa bilərsiniz ki, müəllimə, bəs deyirsiniz ki, məsələn, modulda x 0-dan kiçikdirsə, modulda x bərabər mənfi x-ə deyirsiniz axı. Uşaqlar, burada bu mənfi x söhbəti niyə belə yazırıq? Çünki biz x-in özünün mənfi olduğunu bilirik. Bir dənə də mənfi yazırıq ki, ifadə müsbət alınsın. Necə ki, məsələn, biz az öncə burada x çıxaq 3-ün mənfi olduğunu bildik, tez 3 çıxaq x elədik. Yəni, müsbət çıxartdıq. Ona görə deyirik, moduldan həmişə müsbət çıxır. Aha, ona görə mən burada bu kiçikdir 0 halını silib 0-a bərabər edirəm. Bəli, uşaqlar, 2 müsbət ifadə nə zaman 0-a bərabər olur? Yəni, biz bilirik ki, məsələn, mənfi 5, müsbət 5 0 olur da. Yəni, biri müsbət, biri mənfi. Qarşılıqlı əks ədədlər deyək. Burada da ikisi müsbət olacağı üçün hər biri 0-0 olmalıdır ki, 0-dan 0-ın cəmi 0 versin. Demək, ayrı-ayrılıqda hər birini 0-a bərabər eləyirəm. Yəni, 2x bərabərdir 10, x bərabərdir 5. Digər tərəfdən 3y çıxaq 9, 0. 3y bərabərdir 9. Y-imizi isə 3 alırıq buradan. Bizdən x çıxaq y istəyir. Yəni 5 çıxaq 3. Cavab 2. Bu variant. 96-ya baxaq həmən. Deyir ki, x 2 ilə 3 arasında yerləşir. Tez ağınıza məsələn 2,5 gəlsin. Deyirsiniz ki, müəllim, x çıxaq 2, üstə gələ x çıxaq 3. Bunu necə açacağım? Bax, 2,5 ağlında saxladın mı? 2,5-dən 2 çıxanda müsbət, 2,5-dən 3 çıxanda mənfi. Bu qədər bəsit. Müsbətdirsə özünü açırsan, tərpətmirsən, mənfidirsə işarəsinin əksinə dəyirsən. Yəni, mənfi x üstə gəl 3 olacaq, yəni 3 çıxaq x olacaq da, yerini dəyişə də bilərsiniz. Buradan da uşaqlar x-lər islah gedəcək. Mənfi 2-nin üstə 3 gələndə müsbət 1 eləyəcək. Cavabımız 96-da C variantı. Yəni, bu qədər asan. 97 ilə davam edirik. A-nı müsbət verib bizə. Yaxşı. 8-ci dərəcədən 8, üstə gələk 7-ci dərəcədən 7. Uşaqlar, yadınızda qalsın. Cüt dərəcədən heç bu işarəyə baxmadan modul çıxardırsınız. Bax, bu dərəcələr cütdürsə modula çıxır. Əgər dərəcələr təkdirsə, baxın, burada fikir verin, 7, 7, təkdir. Burada da 8, 8 cüt idi, modul çıxdı. Əgər tək olanda, yenə bu işarəyə fikir vermədən A-nın özünü çıxardırsınız. Yəni, modulsuz A-nın özünü çıxardırsınız. Bərabərdir. İndi gəlib bu işarəyə baxırsınız. A əgər müsbətdirsə, modul müsbətdir. Bunu bilirik. Bunu heç dəyişdirmirsiniz uşaqlar. Onun modulu yoxdur deyə heç bunu təyin etməyə ehtiyac yoxdur.
A-dırsa olduğu kimi çıxacaq, yəni müsbətdirsə daha doğrusu o da olacaq 2A. Yəni cavabımız B variantı 97-də. 98-ə baxaq. X kiçikdir, y kiçikdir 0 və hər biri mənfidir. Yəni buradan görürük. Və uşaqlar cəminin modulu və fərqinin modulunu verib bizə. Uşaqlar, əlbəttə ki, cəminin modulu mənfi olacaq. Çünki 2 mənfi ifadəni toplayanda mənfi alırıq. Gəlin çıxmasına baxaq. Məsələn, uşaqlar, mən x-dən y-in yerinə ədədlər qoyuram. Buna deyirəm mənfi 2, mənfi 3. Yəni, bilirik ki, onsuz da mənfi 2, mənfi 3-dən böyükdür. O zaman gəlin görək uşaqlar, mənfi 3 çıxaq, mənfi 2 müsbət verir, yoxsa mənfi, baxın uşaqlar tez. Mənfi 3, 2 mənfi toqquşub toplamı olur, bu deyilir mənfi 1. Yəni, mənfi oldu işarəsi, fikir verin uşaqlar. Demək, bunun da ifadənin mənası mənfi oldu. Aha, yəni, hər ikisinin işarəsi dəyişəcək. Uşaqlar, x üstə gələ y-in işarəsi dəyişəndə mənfi ilə çıxacaq, yəni mənfi x çıxaq y. Bunun qarşısında mənfi var, mötərizə açıram. X çıxaq y yox, y çıxaq x olacaq uşaqlar. O zaman mənfi x çıxaq y, çıxaq y üstə gələk x. Gəl baxaq. X-lər islah getdi, qaldı mənfi 2y. Yəni cavabımız bu variantı. 99. 99. A kiçikdir 0-dan, yəni A-mız mənfi, B-miz müsbət. Qəşəng. A çıxaq 1. Çıxaq. A çıxaq B. Üstə gələk, B üstə gəl 1. Gəlin baxaq uşaqlar, işarələri təyin edək. Bax, A mənfidir. A mənfidirsə, mənfi ifadə ilə, yəni istənilən bir mənfi ifadə qoysanız, məsələn, mənfi 5 qoysanız, mənfi 6 eləyəcək. Ona görə işarə mənfidir. Sonra, bir mənfi ədəddən müsbət ədəd çıxanda mənfi ədəd verir. Məsələn, A-nın mənfi 5 çıxaq 4 tutaq ki, mənfi 9. Baxın, mənfi. Sonra, müsbət bir ifadənin üstünə 1 gələndə təbii ki, müsbət olacaq. Gəlin açaq. Aşağıdan yazıram elə. A çıxaq 1, əksi 1 çıxaq A olacaq. Çıxaq. Uşaqlar, əslində bunu belə mötərizə şəklində B çıxaq A-da yaza bilərsiniz, yerini dəyişir və ya belə də yaza bilərsiniz. Uşaqlar, baxın, bu özü mənfi ilə çıxır da. Burada da bir mənfi olduğuna görə bunlar toqquşub müsbət verəcək sizə. Yəni, buradan elə A çıxaq B çıxacaq. Əgər işarənin özü mənfi, qabaqda da mənfi varsa, elə A çıxaq B olacaq. Üstə gələk, B üstə gəl, bir də müsbətdir. Yəni, uşaqlar, baxın, A-lar islah gedir. B-lər islah gedir, qalır 1 plus 1, yəni 2. Cavabımız E variantı. 100-cü suala baxaq. A kiçikdir B-dən, kiçikdir 0-dan. Aha, hər ikisi mənfidir və biri digərindən böyükdür və C də müsbətdir. Bizə A plus B-ni, C minus A-nı və C minus B-ni ifadəsini istəyir. Uşaqlar, gəlin işarələri təyin edək. Baxın, uşaqlar, 2 mənfi ədədi toplayanda mənfi verir. Sonra, müsbət ədəddən mənfi ədəd çıxanda müsbət verəcək. Necə? Baxın, məsələn, bura 5 qoyuram, bura mənfi 4 qoyuram, bura mənfi 3 qoyuram. Baxın, 5 çıxaq mənfi 4. Baxın, bu 2 mənfi toqquşub 5 plus 4 olacaq, yəni 9 olacaq. Ona görə müsbət ədəddən mənfi ədəd çıxdıqda ifadə müsbət olacaq. Sonra C-dən B-ni çıxanda eyni ilə uşaqlar yenə müsbət ədəddən mənfi ədəd çıxıram. Bu da müsbət olacaq. Gəlin açaq. A üstə gələk B mənfidir. Sonra bu ifadə müsbətdə olduğu kimi asırama qarşıda mənfi verdiyi işarələri dəyişirəm. Çıxaq. Yenə müsbətdə amma qarşıda mənfi var deyə işarələri dəyişirəm. Gəlin görək olar. B-lər islah getdi. A-lar islah getdi. Qaldı 2 dənə mənfi C. 100-cü sualda da cavabımız A variantı. %1. Uşaqlar, burada A ədədinin özü modulundan kiçikdir. A ədədini ala biləcək ən böyük tam qiymət tapın. Uşaqlar, fikir verin. Hansı ifadədə modulda özündən böyükdür? Baxın, modul əgər özündən böyükdürsə, bu ifadə demək mənfi imiş. Fikir verin uşaqlar. Baxın, A-nın yenə gəlin mənfi qiymət qoyaq, məsələn, mənfi 6. Mənfi 6 kiçikdirmi modulda mənfi 6-dan? Çünki mənfi 6-dan cavab müsbət 6 çıxır, müsbət 6-dan mənfi 6-dan böyükdür. Demək, bu ifadə, yəni A
bizə mənfi qiymətlər verilmiş. Bəs uşaqlar, mənfi qiymətlərin ən böyüyü hansıdır? Təbii ki, mənfi 1. E variantı. 102-yə baxaq. Uşaqlar, 102-yə baxın. Modulu özünə bərabərdirsə, fikir verin. Modul özünə bərabərdirsə, gəlin buradan yazaq 102. Yəni, modulu özünə bərabər olan ifadələrdən, məsələn, 6 bərabərdir modul 6-ya. Hə, uşaqlar, demək ki, buradan 6 bərabərdir 6-ya. Yəni, A müsbət ədədlərdir. Yəni, 0-dan böyük ədədlərdir. Amma bir tərəfdən nə baxırsınız? 0-dan böyük bərabər ola bilər. Niyə? Çünki 0-ın özü də 0-a bərabərdir. Ona görə ən kiçik qiymət deyəndə biz burada B-ni götürəcəyik, 0-ı götürəcəyik. Normalda biz müsbət ədədlər düşünürük, amma təbii ki, burada 0. Baxın, yuxarıda 0 alına bilməz. Çünki bizə bərabərsizlik verib də. 0 kiçikdir 0 olmuraq, amma 0 bərabərdir 0 olur. Ona görə 102-də cavabımız B variantı. 103-ə baxaq. A kiçikdir 0-dan, o da kiçikdir B olduqda A çıxaq B. Çıxaq 2A, çıxaq B ifadəsini bizə sadələşdirməyimizi istəyir. Baxın uşaqlar, biri 0-dan kiçikdir. A mənfi B müsbət. Gəlin baxaq. Bir də yaza bilərik ki, baxın. A-dan çıxacam B-ni. Yəni, mənfi bir ədəddən müsbət bir ədədə çıxanda mənfi olacaq. Yeni qiyməti qoyub yaza bilərsiniz. Uşaqlar, məsələn, bu mənfi 4, bu da 2 ola bilər. Mənfi 4 çıxaq 2 bizə mənfi 6 verir də. Yəni, bu ifadə mənfidir. Keçirəm 2A-ya. A mənfi olduğu üçün bu da mənfidir. B də müsbətdir. Aha, gəlin açaq. A çıxaq B mənfi olduğu üçün B çıxaq A olacaq. 2A mənfi olduğuna görə qarşıda da bir mənfi var deyə onlar toqquşub müsbət 2A eləyəcək. B müsbətdir. Qarşıda bir mənfi var deyə mənfi olacaq. Elə bir vurulur da uşaqlar bunlar. Aha, baxın uşaqlar. B'lər islah gedir. 2A'dan A çıxanda bizə A verir. Demək, 103-də cavabımız E variantı. 104-də baxaq. 104 də bu şəkildədir. A kiçikdir 0, kiçikdir B. Yenə A mənfi B müsbət şərti ilə yazacaq. Bu səfər mənfi A. Bax, burada diqqətli olun. Artıq mənfi A. Üstə gələk B, çıxaq A, çıxaq B. Uşaqlar, A mənfidir. Bir dənə də mənfiyə vuranda artıq bu modul müsbət olacaq. Uşaqlar, modul müsbət olduğuna görə ifadən özü açılacaq. B çıxaq A. Bir müsbət ədəddə mənfi ədəd çıxanda müsbət ədəd verir. B-də müsbət. Gəlin baxaq, uşaqlar. Baxın, modulu mən müsbət aldım. Müsbət alanda nə olur? Özü açılır. Yəni, mənfi A. Üstə gələk B çıxaq A. Burada da uşaqlar mənfi var qarşısında. Nə olsun müsbət? Qarşıda bir mənfi var deyə mənfiyə vurulur. Uşaqlar, B-lər islah gedir, qalır mənfi 2A. Cavabımız 104-də B variantı. 105. A kiçikdir 0, kiçikdir B olduqda bizdən 3 çıxaq A-nın və çıxaq 3, mənfi 3 çıxaq B istəyir. Uşaqlar, A mənfidir, B müsbətdir. Gəlin baxaq. 3-dən mənfi bir ifadəni çıxanda, məsələn, yerinə mənfi 3 qoyaq elə. A-nın yerinə, B-nin yerinə 3 qoyaq, gəlin. Baxın, 3 çıxaq mənfi 3 toplanacaq olacaq 6. Yəni, bu ifadənin qiyməti müsbət olacaq. Gəldirəm bura. Mənfi 3 çıxaq 3 isə 2 dənə eyni işarəli uşaqlar toplanır da mənfi 6. Yəni, burada olacaq bizə mənfi. Gəlin açaq. İşarə müsbətli olduğu kimi açılır. Uşaqlar, işarə mənfidir deyə bu ifadə əksinə dəyişəcək, amma qarşıda mənfi var. Olacaq ki, 3 üstə gələk B. Açaq. 3 çıxaq A, çıxaq 3. İşarələr dəyişir. Uşaqlar, burada 3-lər gedir. Mənfi A çıxaq B qalır. C variantı. 106. Yenə baxın, buna aid yazdıq ki, modulu özündən böyükdürsə, o saat bilirik ki, biz A mənfidir. İzah eləmişdim yuxarıdakı sualda. A-nı B-yə vuranda 0-dan kiçik mənfi ifadə alınırsa, yəni mənfini nəyə vuranda mənfi eləyir? Təbii ki, müsbətə. B-də müsbət. Demək aldıq ki, uşaqlar,
A'mız mənfi, B'miz müsbət. Gəlin baxaq. A çıxaq B, çıxaq B üstə gəl 1 istəyir bizdən. Uşaqlar, əgər A mənfi, B müsbətdirsə, mənfidən müsbəti çıxanda mənfi eləyir. Müsbətin üstə də 1 gələndə müsbət edir. Demək, mənfisi çıxacaq, yəni B çıxaq. Amma qarşı olduğu kimi çıxır, amma qarşıda mənfi var deyə çıxaq B, çıxaq 1 olacaq. Burada B'lər islah gedir, qalır mənfi A, çıxaq 1. Yəni, bu variant. 107-ci suala baxaq. X əgər 0-dan kiçik olarsa, yəni X mənfidir uşaqlar. 2 çıxaq X, üstə gələ X çıxaq 1. Uşaqlar, əgər X mənfidirsə, məsələn, mənfi 5 qoya bilərik yerinə. 2-dən mənfi 5 çıxanda 7 eləyəcək. Ona görə bu müsbətdir. Mənfi 5-dən 1 çıxanda mənfi 6 eləyəcək. Ona görə bu işarə mənfidir. Açaq. Müsbətdirsə olduğu kimi açılır. Mənfidirsə işarə əksinə dəyişəcək. Burada toplama var. Toplama 1 çıxar X. Olacaq uşaqlar 3 çıxaq 2X. Cavabımız E variantı. 108. X kiçikdir 0-dan, kiçikdir Y-dən. Uşaqlar, yəni A burada, yəni uşaqlar burada X-imiz mənfi, Y-imiz müsbətdir. Y-in üstə 3 gəlib, X-dən 3 çıxıb. Uşaqlar, burada Y əgər müsbət, X mənfidirsə, müsbət ifadənin üstə 3 gələndə bu da müsbət olacaq. Mənfi ifadədən 3 çıxanda da mənfi olacaq. Yəni, Y üstə gələk 3, çıxaq, qarşıda mənfi var deyə mötərəzədə yazıram. 3 çıxaq X olur. Bərabərdir. İşarələri dəyişirəm tez. 3-ləri islah aparıram. Y üstə gəl X. Cavabımız C variantı. 109. A mənfi olarsa, çox qəşəng sual uşaqlar, baxın, A mənfi olarsa, A çıxaq modulanı sadələşdirin. Uşaqlar, modulanın içinə baxaq. Mənfidirsə A, bir dənə də mənfi burada, demək bu modul müsbətdir. Yəni, olduğu kimi açılacaq. Bu ayla işimiz yoxdur, o modulu yoxdur ki. A çıxaq. İşarənin özü müsbətdir deyə olduğu kimi çıxardıram. Qarşıda bir mənfi var deyə yenə bir A yazıram. Olacaq A üstə gələk A, yəni 2A. Cavabımız E variantı. 110. A kiçikdir B-dən, kiçikdir 0-dan və kiçikdir C-dən. Uşaqlar, burada baxın. Qiymət qoyaq gəlin tez. Daha sadə olsun. Məsələn, mənfi 2, bu da mənfi 3. Mənfi 3 çıxaq. Mənfi 2 bizə nə verir? Bunlar toqquşur, müsbət olur. Mənfi 3-ün üstü 2 gələndə mənfi 1 verir. Yəni, bu oldu mənfi. Sonra 2B eləyir mənfi 4. Çıxaq. Məsələn, buna da bir 4 də qoya bilərik C-yə. Mənfi 4, mənfi 4, mənfi 8. Demək, bu ifadə də mənfi oldu. Gəlin açaq. A çıxaq B olacaq, B çıxaq A. Uşaqlar, bu mənfi ilə bu mənfi toqquşu olacaq müsbət. 2B çıxaq C. Olacaq uşaqlar 3B çıxaq A çıxaq C. Gəlin görək hansı variantdır? D variantı. 111-ci suala baxaq uşaqlar. 0 ilə 2 arasında yerləşir. Uşaqlar, bu sual az öncə işlədik də bu sualı biz. Eyni sualdır. Baxın 94 ilə. 94 ilə 111 eyni sualdır. Sonra 112-yə baxaq. A 0 kiçikdir 1. 3 çıxaq A, çıxaq mənfi 3 çıxaq B, çıxaq A. Uşaqlar, A mənfidir, B müsbətdir. 3-dən mənfi çıxanda müsbət eləyəcək. Məsələn, uşaqlar, mənfi 1 qoysa, 3 çıxaq mənfi 1, o toqquşu müsbət eləyəcək. Sonra, mənfi 3 çıxaq, tutaq ki, B-ni yeni 3 qoyuram, müsbətdə axı, olacaq mənfi 6. Yəni, burada olacaq mənfi. A ilə işimiz yoxdur, çünki onun modulu yoxdur. Açaq uşaqlar, 3 çıxaq A olduğu kimi olur. Uşaqlar, bu mənfi ilə, bax, az öncə dedim, bu mənfi toqquşacaq, bizə müsbət verəcək. Modulda olduğu kimi mənfi 3
mənfi 3 çıxaq B. Çıxaq A. Uşaqlar, 3'lər islah gedir burada. Qalır mənfi 2A. Çıxaq B. C variantı. 113. X kiçikdir 0'dan. 2 çıxaq X. Üstəgəli X çıxaq 1. Çıxaq X. Uşaqlar, 2'dən mənfini çıxanda, burada çıxaq olduğu üçün işarənin də özü mənfi olduğuna görə müsbət olacaq bura. Toplam olacaq da. Sonra X-dən 1 çıxanda, mənfidən 1 çıxanda mənfi eləyir. Burada X-lə işimiz yoxdur. Olduğu kimi asılır 2X çıx. 2 çıx X olduğu kimi açılır. X çıxaq 1'in yeri dəyişir. Çıxaq X. Uşaqlar, burada 3 dənə mənfi X-imiz var. Bir dənə də 1'imiz 2, o deyil 3. Mənfi 3X üstəgəl 3. Və 3 çıxaq 3X dolar. E variantı. 114. 1 kiçikdir A kiçikdir 3 olduqda 2 qat modul var. Üstəgəlik mənfi A, üstəgəlik çıxaq 3A, çıxaq A. İlk öncə bu modulun için həll edirik. A-nı məsələn 2 götürürəm. 2 müsbət çıxır. Uşaqlar, 2'ni mənfiyə vuranda bu ifadə mənfi olduğuna görə əksinə çıxacaq. Sonra 2'dən 3'dən ikisini çıxanda müsbət eləyir. Gəlin açaq. Modulda müsbət olduğu üçün A olduğu kimi asılır. Mənfi olduğu üçün əksinə çıxır. Mənfi A-nın əksi A-dır. Bu da müsbət çıxır. Qarşıda mənfi var deyə 3 üstəgəl A olur. Gəlin baxaq. Modulda 3 dənə A çıxaq 3. Uşaqlar, A-nı yeni 2 qoymuşduq da. Baxın, 3 dəfkim 6 çıxaq 3 müsbət verdiyinə görə bu da olduğu kimi çıxacaq. 3A çıxaq 3. Yəni E variantı. %15-ci sual uşaqlar. Burada işarələrin təyin etməyimizi istəyir bizdən. X, Y əgər 0'dan kiçikdirsə. Sonra Y, Z böyükdürsə. X kvadratı, Y kubu və modul Z kiçikdir 0'dan. Uşaqlar, ilk öncə ilə gəlin baxırıncı ilə başlayalım. Modul həmişə müsbət, kvadrat həmişə müsbət. Demirəm, X, Z müsbətdir. İfadəni bütöv deyirəm. Müsbət, müsbət. Baxın, ifadənin kubu tək dərəcədə, yəni müsbət olsa müsbət verir, mənfi olsa mənfi verir. Əgər cavab mənfidirsə, yəni 2 dənə müsbəti müsbətə vurdum, müsbət elədi. Bunu mən mənfiyə vurum ki, cavab mənfi alınsın. Ona görə Y kubu mənfidirsə, Y də mənfidir demək. Yəni 0'dan kiçikdir. Burada tapdım Y-in mənfi olduğunu. Bundan işim qurtardı. Uşaqlar, bura baxın. Əgər Y mənfidirsə, mənfini nəyə vuranda mənfi olur? Təbii ki, müsbətə. Mənfini uşaqlar hansı işarəyə vurduqda müsbət olur? Təbii ki, mənfini mənfiyə vurduqda. Y-imiz mənfi, Z-imiz mənfi, X-imiz isə müsbət. X müsbət, Y mənfi, Z mənfi. Gəlin görək hansı variantdır? Müsbət, mənfi, mənfi. B variantı. Keçək 116-ya. Deyir, X kiçikdir 0'dan kiçikdir Y-dən ifadəsində. Yəni, X-imiz mənfi, Y-imiz müsbət olursa, hansı yanlışdır? Gəlin, baxaq uşaqlar. E-dən başlayıram. Müsbəti mənfiyə vuranda mənfi eləyir, düzdür. Gəlin, baxaq uşaqlar. Y çıxaq X. Müsbətdən mənfi çıxanda müsbət eləyir. Onu qayıdıb müsbətə böləndə təbii ki, müsbət eləyəcək. Müsbəti müsbətə böləndə müsbət, düzdür. Sonra X-dən Y çıxanda uşaqlar mənfi eləyəcək. Mənfini müsbətə böləndə mənfi eləyəcək. Ona görə cavabımız B variantıdır. 117 B variantı. Sonra daha doğrusu uşaqlar 116 B variantı. 117'yə keçirəm. A və B 0'dan kiçikdir və B daha böyükdür. 3 üstə gələk. A üstə gələk B modulda aşağıda da 2 qat modul var uşaqlar. B çıxaq modul mənfi A. Uşaqlar, gəlin baxaq işarəyə. Baxın, mənfiləri toplayanda mənfi eləyir. İndi fikir verin.
Burada mənfi A, A-nın özü mənfidir, mənfiyə də vuranda müsbətdir. Bu modul müsbət açılacaq. Gəlin baxaq. 3 üstə gələk. Yuxarı mənfi açılacaq. Mənfi açıq B. Aşağıda da modulun birini saxlayıram da uşaqlar. B çıxaq. Mənfi A olduğu kimi çıxır. Yəni mənfi A olduğu kimi çıxanda mənfi A çıxır. Qabaqda da bir mənfi, mənfi A belə. Bərabərdir. 3 üstə gələk. Yuxarıda mənfi A üstə gələk B də yaza bilərik. Bunda mənfini çölə çıxardarıq. Uşaqlar bu iki mənfi toplanacaq da toqquşub. Yəni B üstə gələk A olacaq. Modulda B üstə gələk A. Mən iki mənfini toplayanda mənfi, yəni yuxarı ilə aşağı eyni qiymət alacaq uşaqlar. Baxın, aşağı da A üstə gələk B-dir. A üstə gələk B mənfilər toplayanda mənfi olduğuna görə bu da olacaq 3 üstə gələk. Mənfi A üstə gələk B. Bu da mənfi ilə çıxacaq da. Mənfi A üstə gələk B. Bunlar bir-birindən islah gedir. 1 qalır. Üçüncüsü də 1 gəldi. 4. Cavabımız 117-də A variantıdır. 118. 118-də uşaqlar baxın. Modul X bərabərdir mənfi X-ə. Və X ilə Y-in cəmi 0-dan böyükdür. Uşaqlar, modul X mənfiyə bərabərsə X demək mənfidir. Mənfi ilə Y-in cəmini müsbət eləyib. Demək, Y müsbət imiş. Uşaqlar, baxın. X 0-dan kiçikdir və Y də müsbətdir. Və burada bir işarə var ki, uşaqlar. Yəni, belə deyək. Məsələn, bu mənfi 3-dürsə, bu 2 ola bilməz. Bu mənfi 3-dürsə, bu 3-dən böyük qiymətlər ala bilər. 4, 5 bu şəkildə. Yəni, belə deyər ki, mənfi modulları böyükdür bir-birinə. Amma Y-in modulu X-in modulundan böyükdür. Gəlin, baxaq. Mənfi X, çıxaq X, çıxaq Y, üstə gələk mənfi X, çıx Y. Gəlin, baxaq uşaqlar. X mənfidir. Mənfini mənfiyə vuranda müsbət edir. Demək, bu modul müsbət çıxacaq. Sonra X-dən Y-i çıxan. Uşaqlar, baxın. Az öncə ilə yerinə də qoyduq da. Buna mənfi 3 dedik. Buna 4 dedik də. Baxın. Mənfi 3-dən 4 çıxanda mənfi 7 eləyəcək. Yəni, mənfi alınacaq. Sonra X-imiz mənfi 3-dür. Mənfiyə də vuranda müsbət 3 eləyəcək. 3-dən çıxacaq 4-ün. Bu da mənfi eləyəcək. Gəlin açaq. Müsbət olduğuna görə özünü açıram. Mənfi olduğuna görə bu mənfi ilə toqquşur, üstə gələk olur. Sonra, uşaqlar, bu mənfi ilə də baxın, üstə gələk. Mənfi deyə işarəsini dəyişəcəm. Olacaq X üstə gələk Y. Baxın, uşaqlar, Y-lər islah gedir. X-lər islah gedir. Qalır bir dənə müsbət X. 98-də cavab D variantı. 119. X çıxaq 1 bölək. X çıxaq 1 moduldadır. Yuxarıdakı çıxaq 2. Üstə gələk 1 çıxaq X bölək. Uşaqlar, burada gəlin X-in belə bir hal götürək ki, X onsuz da 1 götürə bilmərik. Məxrəc 0 verir də. Mən bunu ya 1-dən böyük, ya 1-dən kiçik götürəcəm. Gəlin, baxaq. 1-dən böyük götürsəm, əgər məsələn 2 qoysam yerinə, bu ifadə müsbət alınacaq. X çıxaq 1, X çıxaq 1, çıxaq 2 üstə gələk. 1-dən böyük olduğuna görə aşağıda mənfi çıxacaq. Yəni, X çıxaq 1. Bu gedir 1 çıxaq 2 üstə gələk. Bunlar da mənfi 1 eləyir. Şöyle buradan qalır mənfi 2. Yəni, X 1-dən böyük olanda mənfi 2 qiymətini aldıq. Gəlin, X-in indi 1-dən kiçik qiymətinə baxaq. Əgər 1-dən kiçik qiymət alınırsa, bura mənfi olacaq. Yəni, 1 çıxaq X, aşağı 2 çıxaq 1, çıxaq 2, üstə gələk. 1-dən kiçik olduğuna görə burada müsbət açılacaq. Bunlar elədi 1, bunlar elədi mənfi 1. Yenə onsuz da eyni cavab alınacaq uşaqlar. Mənfi 1 çıxaq 2, üstə gələk 1. Bunlar gedir, qalır cavab mənfi 2. Yəni, uşaqlar, ikisində də eyni qiymət aldığına görə bunun bir dənə qiymət ala bilər. E variantı 119, E variantı. Uşaqlar, bizə deyir ki, A kiçikdir mənfi 1-dən. A mənfi 1-dən kiçikdirsə, yəni A mənfi qiymətləri alır. Uşaqlar, mənfi qiymətlər üçün gəlin A kvadratı və A kubunun müqayisəsini biz tapaq. Baxın, mənfi qiymət, məsələn, A yerinə mən mənfi 2 qoyuram. Mənfi 2 qoysaq, uşaqlar, A olacaq mənfi 2.
A kvadrat, yəni -2-nin kvadratı bizə verəcək müsbət 4. A kub olanda da, yəni -2-nin kubu, uşaqlar bilirsiniz ki, cüt dərəcədən mənfi müsbətə çevrilir, amma tək dərəcədən mənfisi qalır, -8. Gəlin, indi müqayisəni aparaq uşaqlar. Ən kiçiyimiz -8, yəni A kubudur. Sonra gəlir yəni A. Ən böyüyümüz isə A kvadratıdır. Gəlin, görək hansı variantdır? D variantı. Sonra 121. Diqqətli olun uşaqlar 121-də. Deyir ki, A 0-dan 1 arasında yerləşir. Aşağıdakıların hansı doğrudur? Uşaqlar 0-dan 1 arasında olanda tez özünüzdən 2-də 1 qoyun. Yəni 0-5 qoyun da 0-dan 1 arasında olan. Yəni kəsir qiymətləri alır. Gəlin kəsirlərin A kvadratı və A kubunu müqayisə edək. Uşaqlar A olacaq 2-də 1. A kvadratı olacaq 4-də 1. A kub olacaq 8-də 1. Yəni bunun kubundan, kvadratından danışırıq uşaqlar. Gəlin müqayisə edək. Ən kiçiyimiz əlbəttə ki 8-də 1-dir. Sonra gəlir 4-də 1. Sonra gəlir A. Uşaqlar, baxın, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kiçikdir demişik də biz. O zaman 8-də 1 kiçikdir 4-də 1-dən, 4-də 1 də kiçikdir 2-də 1-dən. Gəlin, görək hansı variant uyğundur uşaqlar? C variantı. 122 bizdən işarəni təyin etməyimizi istəyir. 122-ci sual. A vuraq B 0-dan kiçikdir. A kubu S üstü 4 kiçikdir 0-dan. A üstü 6 vuraq S üstü 5-də kiçikdir 0-dan. Uşaqlar, indi diqqətlə bura baxın. A üstü 6, yəni cüt dərəcə, həmişə bizə müsbət verir. Bax, burada sizə demirəm A müsbətdir. A üstü 6-nın sizə müsbət olduğunu deyirəm. A üstü 6 müsbətdirsə, C üstü 5, C də tək dərəcədəndir də, C üstü 5. Tək dərəcədən olduğu üçün uşaqlar, tək dərəcədən qiymət mənfidirsə mənfi verir, müsbətdirsə müsbət verir. Amma cüt dərəcə həmişə müsbət verir. Yəni, mən burada müsbəti hansı işarə ilə də vursam, 0-dan kiçik, yəni mənfi alınır. Bilirəm ki, müsbəti mən mənfiyə vurum. C üstü 5 mənfidirsə, C-nin mənfi olduğunu tapıram. Aha, biz buradan C-ni mənfi tapdıq. Gəlin, qalxaq yuxarı uşaqlar. Onsa C üstü 4, baxın uşaqlar, bu da cüt dərəcədir, həmişə müsbət olur. Nə olsun, C-nin özü mənfidir. Baxın uşaqlar, müsbəti biz, burada da A kubu var, yəni tək dərəcə. Müsbəti nəyə vuranda yenə cavab mənfi alınıb, demək mənfiyə. Burada alırıq ki, A-mız da mənfidir. Sonra biraz da qalxıram yuxarı, bax, axırıncı məsələ, A mənfidirsə, mənfini nəyə vuranda mənfidir, yəni 0-dan 2 müsbətə. Demək, B-miz də müsbət. Yəni, görək, müsbət B müsbət, A mənfi, C mənfi hardadır? A mənfi, müsbət, mənfi. E variantı. 122-ni izah elədik uşaqlar. 123 də bununla eləyik. Gəlin 123-ə baxaq. A vuraq B kiçikdir 0-dan. A üstü 4, C kubu kiçikdir 0-dan. Sonra A vuraq C kvadratda kiçikdir 0-dan. Yenə eyni şərtlə gedək uşaqlar. Baxın, C kvadratı cüt dərəcə olduğuna görə həmişə müsbət. Amma cavab məndə mənfi alınıb deyə A mütləq mənfidir. Yəni, mənfini müsbətə vuranda mənfi alınır. Sonra bunlar aydın məsələ. Gəlin, qalxaq yuxarı uşaqlar. Baxın, cüt dərəcədəndir deyə A müsbət. Yəni, cüt dərəcədən deyə A üstü 4 müsbət. Yəni, A-nın özü mənfidir uşaqlar. Baxın, cüt dərəcəsi bizə müsbət verir. C kubu mənfidir deyir. C kubu mənfidirsə, C-nin özü də mənfidir. Yaxşı, bu da aydın məsələ. Gəlin, lap yuxarıda B-ni tapaq. A mənfidirsə, mənfini müsbətə vurum ki, mənfi olsun. B də müsbətdir. Uşaqlar, cavab mənfi, müsbət, mənfi eləyəcək yenə. Hansı variantda gəlin baxaq? C variantı. 124. Bu da eyni ilə belə bir sual aldım. Bu səfər burada üçlü var bir dənə. Gəlin baxaq. X kvadratı Y mənfidir. X, Y, Z müsbətdir. X, Z üstü 4 mənfidir. Uşaqlar, yenə axırdan başlayıram. Baxın, Z üstü 4 həmişə müsbətdir.
Cavabın mənfi olması üçün x gərək mənfi olsun. Demək, burada tapdım ki, x mənfidir. Yaxşı. Gəlin bura qayıdaq. X kvadratı cüt dərəcədir, həmişə müsbət. Cavabın mənfi olması üçün mən müsbəti gərək mənfiyə vuram. Y-i də mənfi aldım. Gəlirəm ikinciyə. Baxın, x mənfi, y mənfi, mənfini mənfiyə vurdum, müsbət aldım. Müsbəti də gərək müsbətə vuram ki, cavab məndən müsbət istəyir. Demək, zetimiz də olacaq müsbət. Cavabımız mənfi müsbət. Gəlin görək hansı variantdadır? C variantında. Sonra 125 A kvadratı B böyükdür 0-dan. B kvadratı C kiçikdir 0-dan. C kvadratı A isə böyükdür 0-dan. Uşaqlar, gəlin başlayaq. Baxın, A kvadratı həmişə müsbətdir. Cavabın müsbət olması üçün mən müsbəti gərək müsbətə vuram. O zaman B-in müsbəti aldım. Gəlin davam edək. B kvadratı onsuz da müsbətdir. Müsbəti mən hansı işarəyə vurum ki, mənfi alınsın? Təbii ki, mənfiyə. C-ni də mənfi aldım. Gəlin bura baxaq. C kvadratı həmişə müsbət. İfadənin müsbət olması üçün gərək A da müsbət olar. Demək, cavabımız müsbət, mənfi axtarmalıyıq. 125. Həl, bizdə uşaqlar artıq hansı doğrudur deyir aşağıdan. Gəlin baxaq. Bizə A variant deyir ki, C müsbətdir. Xeyr, C mənfidir. A getdim. B. A mənfidir. Xeyr, A müsbətdir. B də səhvdir. A vuraq C deyir müsbət. Uşaqlar, A-nı C-yə vuranda, yəni mənfini müsbətə vuranda mənfi alınır. Amma mənə deyir müsbətdir. Səhvdir B variantı da. Burada uşaqlar bu C olmalıdır. B düşüb. Sonra D variantı. B-ni C-yə vuranda mənfi edir. Uşaqlar, B müsbət, C mənfidir. Aha, mənfini müsbətə vuranda mənfi edir. Demək, cavabımız D variantıdır. Gəlin E-yə baxaq. E-ni də doğruluq üçün yoxlayaq. Baxın, A müsbət, B müsbət, C mənfi. 2 müsbət, 1 mənfini vuranda mənfi edir. Amma bizə müsbət verib. E variantı da səhvdir. Demək, buradan aldıq cavab D variantıdır. 126 ilə davam edək. A kvadratı B müsbətdir. B kvadratı C mənfidir. A vuraq C isə müsbətdir. Uşaqlar, A kvadratı həmişə müsbət. Demək, B də müsbətdir ki, işarəmiz müsbət olub. B-ni müsbət tapdıq. B kvadratı həmişə müsbət. Cavab mənfi olması üçün C mənfidir. Sonra C mənfidirsə uşaqlar, cavabın müsbət olması üçün A da mənfi olmalıdır. Mənfini mənfiyə vuranda işarə müsbət olduğu üçün. Gəlin bizdən hansının doğru olduğunu deyir. Uşaqlar, A deyir müsbətdir. Xeyr, A variantı səhvdir. B deyir B mənfidir. Xeyr, B müsbətdir. B də səhvdir. C-yə baxaq. C deyir müsbətdir. Xeyr, C mənfidir. D variantına baxaq. A vuraq B 0-dan böyükdür. Yəni müsbətdir. A-nı B-yə vuran uşaqlar müsbəti mənfiyə vuranda mənfi eləyir. Ona görə D də səhvdir. Deyir, B-ni C-yə vuranda mənfi eləyir. Bəli, bir müsbəti bir mənfiyə vuranda mənfi eləyir. Cavab E variantı. 127. A kvadratı C müsbət. A, B kvadratı mənfi. B, C kvadratı isə müsbət. Mənfi. Aha, A kvadratı C müsbətdirsə uşaqlar, biz bilirik ki, A kvadratı müsbətdir həmişə. Cüt dərəcə adına girir. Demək, cavabın müsbət olması üçün C də müsbət olmalıdır. Yəni, C 0-dan böyük. Tapdıq burada. İndi B kvadratı uşaqlar yenə müsbət. Cüt dərəcədə unutmuruq. İfadənin mənfi olması üçün müsbəti gərək mən mənfiyə vuram. Demək, A da kiçikdir 0-dan. Keçək bu uşaqlar. C kvadratı həmişə müsbət, 0-dan kiçik, yəni mənfi olduğuna görə cavab, mən gərək müsbəti mənfiyə vuram ki, cavab mənfi ola. B də 0-dan kiçik. Uşaqlar, A 0-dan kiçik, B 0-dan kiçik, C 0-dan böyük. Gəlin görək hansı variantdır? A 0-dan kiçik, B 0-dan kiçik, C 0-dan böyük. A variantı. 127 də cavab A variantı. 128-ə baxaq. A kvadratı B üstü 5 böyükdür 0-dan. Sonra B üstü 7 vuraq C kiçikdir 0-dan. Aha, A üstü 9 vuraq C kubu kiçikdir 0-dan. Uşaqlar, indi gəlin bura baxaq. A kvadratı həmişə müsbət, cüt dərəcədir. Cavabın müsbət olması üçün B də müsbətdir. Baxın, B müsbət. Müsbətdirsə B uşaqlar, bunun tək dərəcəsi də müsbətdir. Demək, mənim cavabım mənfidirsə C mütləq mənfidir.
Uşaqlar, C mənfidirsə tək dərəcəsi də mənfi olacaq və cavabın mənfi olması üçün gərək mən mənfini müsbətə vurum ki, mənfi alınsın. Demək, A da müsbət olacaq. Tək dərəcə olduğuna görə onsuz da müsbətdirsə müsbət götürürəm. Cavab olacaq müsbət, müsbət, mənfi. Müsbət, müsbət, mənfi D variantıdır. 128-də cavabımız D variantı oldu. 129. Modul A kiçikdir B və A-nı B-yə vuranda sıfırdan kiçiyi alıram. Aşağıdakilərdən hansı doğrudur? İki hal var. Bir var ki, bura baxanda A müsbət olsun, B mənfi olsun ki, müsbəti mənfiyə vuranda mən mənfi alım. İkinci halım da budur ki, mənfini müsbətə vurum ki, mənfi alsın. Başqa hal mümkün deyil. Digər tərəfdən bura baxıram ki, uşaqlar, əgər B moduldan böyükdürsə, moduldan həmişə müsbət çıxır. B moduldan böyüksə B müsbətdir. B-nin müsbət olduğu hal, baxın, ikinci haldır. Demək, bizim cavabımız olacaq A sıfırdan kiçik, B sıfırdan böyük. Yəni, sıfır ortada yazdaq. A sıfırdan kiçik, B sıfırdan böyük. Gəlin görək hansı variantdır? A variantımız. Sonra 130 ilə davam edək. Uşaqlar, A vuraq B-ni bizə mənfi açıq B verib və bu da 5-ə bərabərdir. Yaxşı. Digər tərəfdən uşaqlar, 1 bölək B, çıxaq 1 bölək modul A-nı verib bizə. Diqqətlə baxın uşaqlar bura. Əgər A vuraq B hasili müsbətdirsə, ya bunlar müsbət olmalıdır ki, müsbəti müsbətə vuran da müsbət eləsin, ya da mənfini mənfiyə vuram ki, müsbət eləsin. Digər tərəfdən bura baxaq uşaqlar. Əgər mən A ilə B-yə müsbət qiymətlər qoysam, məsələn desəm A2, B5 mənfi 7 eləyəcək də, tutaq ki, yəni mənfi olacaq da işarə. Amma mən burada hər ikisinə mənfi qoysam, mənfilər gedəcək, cavab 5 alınacaq, yəni müsbət alınacaq. Demək, burada A da B də mənfidir. Fikrim çatdı uşaqlar sizə. Baxın, bu işarələrdən mən ikisini təyin eləmişdim. Müsbət, müsbət, mənfi, mənfi. Mən bura müsbət, müsbət qoysam, iki mənfinin cəmi mənfi eləyəcək. Amma mənfi, mənfi qoysam, mənfilərə vurulduqda müsbətə çevriləcək. Müsbətlərin cəmi də müsbət verəcək. Ona görə deyirəm. Hə, uşaqlar, davam edək. Burada onsuz da B modulsuzdur. Olduğu kimi qalır. 1 bölək B. Çıxaq uşaqlar, A mənfidir deyə A-dan artıq mənfi A çıxacaq. Uşaqlar, bu mənfi ilə bu mənfi toqquşub toplam olacaq. B üstə gələk 1 bölək A. A-B-yi ortaq məxrəc uşaqlar. Bunu A-ya vururam, bunu B-yə, yəni hasilidir. A vuraq B məxrəcdə, surətdə də A üstə gələk B olacaq. Gəlin baxaq. A-B-ni bizə 5 verib. Digər tərəfdən uşaqlar, bax, bura fikir verin. Gəlin buradan yazaq. Baxın, burada mən mənfini çölə çıxarsam, A üstə gələk B olacaqdır. İşarələr əksinə dəyişəcək, 5-ə bərabər olacaq. A üstə gələk B-ni tapsam mən buradan mənfi 5 olacaq da. 5-i böləcəm mənfiyə. Mənfi 1 eləyəcək. Cəm mənfi 5. Cəm yerinə də mənfi 5 qoyacam. Mənfi 5-i də 5-ə böləndə mənfi 1 olacaq. Cavabımız C variantı. Aha. 131-ə baxaq. 3,4 ədədinin tam hissəsi 3-dür. 132 mənfi 7,6 hissəsi tam hissəsi mənfi 8-dir. Uşaqlar, bunun niyə səbəbinin belə olduğuna gəlin baxaq. 132 mənfi 7,6-nın niyə tam hissəsinin mənfi 8 olduğuna baxaq. Uşaqlar, x bərabərdir. Tam hissəni və belə işarə eləyirik. Kəsr hissəni də bu şəkildə. Bu tam hissədir. Bu isə kəsr hissə. Uşaqlar, ədəd tam hissə ilə kəsr hissənin cəminə bərabərdir. Məsələn, 2,7 bərabərdir. Tam hissəsi 2, kəsr hissəsi 0,7-də. Baxın, toplayanda 2,7 eləyir. Gəlin, indi mənfilərdə bunu yoxlayaq uşaqlar. Məsələn, mənfi 2,7-yə baxaq. Mən deyirəm, bunun tam hissəsi mənfi 3-dür. Üstə gələk. İndi baxın uşaqlar, kəsr hissəsini artıq mən bunu 0,7 götürə bilmərəm. Baxın, burası 0,13 qoysam, test toplayanda görəsiniz mənfi 2,7, yəni əks işarəli deyə çıxılır. Uşaqlar, belə nəticəyə gələ bilərik ki, bax, bu müsbət olanda aydın məsələdir. Mənfi olanda, gəlin birində yazın, baxın, məsələn, 6,8. Uşaqlar, bunun tam hissəsi mənfi 7-dir. Mənfi 7 ilə hansı ifadəni biz toplayaq ki, 6,8 olsun? Deyirsiniz ki, müəllim, təbii ki, çıxmaq şəklində olacaq. Daxı bir müsbət, bir mənfidir. Bəli, uşaqlar.
0,12 yazam ki mən bura. Çıxam eləsin 6,8. Mənfi 6,8. Yəni belə deyək. Baxın, burada 0,7 olanda 0,13 oldu. 0,8 onda 0,12 oldu. Gəlin, məsələn, 11 tam, onda yüzdə yazaq, məsələn, 75. Bunun tam hissəsi mənfi 12-nin üstünə gələk ki, uşaqlar, bu alınsın. Deyəsiniz ki, 0,25. Çıxanda olacaq, baxın uşaqlar, 11,75. Gəlin, bir daha deyək uşaqlar. Aha, 75. Baxın, 0,7 onda 0,13. 0,8 onda 0,12. 0,75 olanda 0,25. Demək, bunlar bir tam ədədə, yəni bir tamamlanmalıdır. Yaxşı. Və sualımıza qaydaq. Mənfi 7,6-nın tam hissəsi olacaq mənfi 8, kəsr hissəsi olacaq 0,4. Baxın, bu şəkildə. Gəlin, baxaq 133-ə. Tam hissələrin cəmini tapın 133. Uşaqlar, mənfi 3,7-nin tam hissəsi mənfi 4-dür. Üstə gələk. 2-nin tam hissəsi 2-dir. 5,4-ün tam hissəsi 5-dir. 3-ün də tam hissəsi 3-dür. Gəlin, bunların cəmini soruşur. Mənfi 4-dən uşaqlar 2-nin cəmi mənfi 2. Mənfi 2-nin üstə 5 gəldikdə 3, 3-ün üstə 3 gəldikdə 6. Cavabımız C variantı. 133-də. 134-də baxaq. Kök 12-nin tam hissəsini istəyir uşaqlar bizdən. Kök 12-nin tam hissəsini istəyir uşaqlar bizdən. Kök 12-dən əvvəl və sonra biz köklərindən gəlin tanışalaq uşaqlar. Kök 12-dən əvvəl kök çıxan ədəd kök 9-dur, sonra isə kök 16-dır. Demək, kök 12, kök 9-dan 3 çıxır, kök 16-dan 4 çıxır. 3 ilə 4 arasında yerləşirsə, biz təxmin deyə bilərik ki, 12-dən 3,2 çıxır məsələn. Ona görə bunun tam hissəsinə biz 3 deyəcəyik. B variantı. Sonra 131 uşaqlar. Baxın, bu suallarda diqqətli olaq. Biz bu sualda deyə bilmərik ki, 6 kök 3-ün tam hissəsi 6-dır. Xeyr, kök altına salmaq lazımdır. 6 kök 3 bərabərdir. Uşaqlar, baxın. Bu yazılmayan qüvvət 2-dir, hə? 6 kök altına gəldikdə bu qüvvətlə birlikdə gəlir. Yəni 6 üstü 2 vuraq 3. Yəni 6-nın kvadratı 36. 36-nın 3-ə vuran uşaqlar eləyəcək kök altda 108. Kök altda 108 gəlin görək hansı iki dərəcə arasında yerləşir uşaqlar. Kök altda 108-dən əvvəl biz 100-ü tanıyırıq. Kök altda 100-ü və kök altda 121-i. Yəni 10 ilə 11 arasında yerləşir. 10 ilə 11 arasında yerləşirsə tam hissəsi olacaq 10. 5,3-ün kəsr hissəsi 0,3-dür. Mənfi 2,75-in kəsr hissəsi uşaqlar olacaq ki 0,25. C variantı danışdıq biz bundan bayaq. Mənfi 2,75-in kəsr hissəsi olacaq 0,25. Bundan danışdıq az öncə. 138-ə baxaq. Mənfi 2,7 ilə 3,3-in kəsr hissələrinin cəmini. 138. Mənfi 2,7-nin kəsr hissəsi uşaqlar olacaq 0,3. Üstə gələk. 3,3-ün də kəsr hissəsi olacaq 0,3. Eləyəcək 0,6. E variantı. Sonra kök 3-ün kəsr hissəsi. Uşaqlar, baxın. Biz az öncə dedik ki, x ədədi tam hissə ilə kəsr hissənin cəminə bərabərdir. Uşaqlar, mən buradan əgər bu kəsr hissəni tapıramsa, kəsr hissəni tapanda ədədin özündən mən tam hissəsini çıxmalıyam. Bax, indi yazaq. Kəsr hissə kök 3 bərabərdir. İlk öncə ədədin özünü yazıram, kök 3-ü yazıram. Bundan çıxmalıyam kök 3-ün tam hissəsini. Uşaqlar, kök 3-ün tam hissəsi 1-dir. Niyə? 1 ilə 2 arasında yerləşir. Uşaqlar, hələ gəlib 2-yə çatmır, kök 4-ə çatmır. Ona görə tam hissəsi 1-dir. Yəni, ədədin özündən kök 3-dən 1 çıxsam, mənim bu kəsr hissəm olacaq. Kəsr hissəm. Demək, cavabımız E variantı. Gəlin, buna aid başqa sual var, baxaq görək. Aha, 140. İndi qulaq asın, uşaqlar, daha yaxşı başa düşəsiniz. 140. 5 kök 3 kəsr hissəsini istəyir. Yəni, ilk öncə mən bunun tam hissəsini tapım. Uşaqlar, tam hissəsini tapanda dedik ki, 5 kök altında yerləşir. Yəni, 5 kvadratı ilə gəlir. 5-in kvadratı vuraq 3 bərabərdir. Kök altında uşaqlar 5-in kvadratı 25. 25-i 3-ə vuranda 75.
75-dən hansı tam çıxır uşaqlar? Gəlin baxaq. 75-dən əvvəl biz 64-ü tanıyırıq. Yəni 8-i. Demək tam hissəsi 8-dir. İndi gəlirəm 5 kök 3-ü mən kəsr hissəsini tapmağa. Ədədin özünü yazıram 5 kök 3-ü. Bəs bunun tam hissəsi neçədir? 8. Çıxıram 8-i, cavabım olacaq 5 kök 3 çıxar 8, yəni C variantı. 141. 1 bölək 0, 12 dövrdü ifadəsinin qiymətinə bərabər olan ədədin tam hissəsini tap. Uşaqlar, gəlin ilk öncə dövrü çevirək. 1. Uşaqlar, bu dövrü çevirəndə mötərizənin içindəki ədədin sayı qədər məxrəcə 9, çölündəki ədədlərin sayı qədər 0 yazırıq. Birinci ədəd nə görürük? 123. Ondan çıxırıq dövrdən əvvəlki ədədi, yəni 12-nin. Bərabərdir. 1 bölək, aşağıda da olacaq 900-dən nə alınır? 111. Aha, 100-də 111-ə böləndə sürətlə məxrəcin yeri dəyişəcək olacaq 111-də 900. Bunun bizdən uşaqlar tam hissəsini istəyir. Gəlin 900-də bölək 111-ə. Tam hissə olacaq təbii ki 8-də. Uşaqlar baxın. Tam hissə 12 olacaq. Qalıq da burada 12 olur da. Aha, demək tam hissə 8 olacaq. Cavab C variantı. 142. 20-də 17 kəsrinin tərsi ilə kəsr hissəsinin hasilini tapın. Uşaqlar, 20-də 17 kəsrinin tərsi olacaq. Tərsi, əlbəttə ki, 17-dir, 20-dir. Uşaqlar, bunun kəsr hissəsi, yəni, bu kəsr hissəsi, bu onun onsuz da özü kəsrdir də. Bunun tam hissəsi yoxdur ki, kəsr hissəsi elə özü olacaq. Yəni, 20-də 17. Yəni 20-də 17 bir tam hissəyə malik olmadığı üçün ədədin elə özü kəsr hissədir. Tərsi 17-də 20-dir, özü kəsr hissəsi 20-də 17-dir. Bizdən bunların hasilini istəyir, hə? Hasilini də eləyəcək uşaqlar tərsi olduqları üçün 1. A variantı. 142-də cavab A variantı. 143. Uşaqlar, baxın 143 indi. 143. 37 bölək 3 kəsirin tam və kəsr hissəsinin hasilini tapın. Gəlin bunun yəni düzgün olmayan kəsiri qarışıq ədədə çeviririk. 37-ni 3-ü böləndə uşaqlar düşəcək 12 tam 3-də 1. Baxın, yəni bunun tam hissəsi 12, kəsr hissəsi 3-də 1. Bizdən hasilini istəyir. 12-ni uşaqlar 3-də 1-ə vurduqda cavab alınacaq 4. Yəni 12-nin 3 hissədə gedir cavab 4. D variantı. 143-də cavab D. 144 yenə bir tam hissə sualı. 4 kök 3-ün tam hissəsini tapmaq üçün 4-ü kök altına salırıq uşaqlar. Salandıq kvadratı ilə görə. 4-ün kvadratı vuraq 3, yəni 16 vuraq 3, 48. Uşaqlar, baxın görün, 48-dən əvvəl hansı ədəddən kök çıxır? 48-dən əvvəl 36-dan kök çıxır. Bu 36 ilə 49 arasında yerləşir. Yəni 6 ilə 7 arasında yerləşsə tam hissə olacaq 6. C variantı. Deyək ki, 145-də hansının kəsr hissəsi ən kiçikdir? Uşaqlar, mənfi 1,3-ün kəsr hissəsi 0,7-dir. 7,2-nin mənfi 7,2-nin kəsr hissəsi 0,8-dir. Mənfi 3,6-nın kəsr hissəsi 0,4-dür. Mənfi 9,4-ün kəsr hissəsi 0,6-dır. Mənfi 5,9-un kəsr hissəsi 0,1-dir. Ən kiçik olduğundan görə uşaqlar cavab 0,1-dir. Aha. 146. Mənfi 1,25 ədədinin kəsr hissəsi əksinin neçə faizidir? Aha. Kəsr hissəsi bunun 0,75-dir. Əksi də uşaqlar 1,25-dir. Əksi. Deyir, kəsr hissəsi əksinin neçə faizidir? Yəni 0,75, 1,25-in neçə faizidir deyəndə uşaqlar 0,75-i bölürük 1,25-ə, vururuq 100-ə. Uşaqlar, burada bu vergüldən sonra rəqəmlər eyni olduğu üçün çəkə bilərik. Yəni 125-də 75 deməkdir, vuraq 100. Uşaqlar, 75 ilə 125, 25 ixtisar olur. Uşaqlar, burada 5, burada 3. 5 ilə 100 ixtisar olur. Burada qalır 20, cavab da 60% olur.
Yəni cavab C variantı. Neçə faizə çox desəydi 40% çoxdur və neçə faizlidir deyəndə cavab 60%-dir. Keçirəm 147-yə. Uşaqlar, bir kök altı ifadədir, bir dənə də modul ifadə. Cəmi 0-dır. Uşaqlar, kök altında olan ifadə x çıxaq 3-ün kvadratıdır. Dən baxın, müxtəsər vurma düsturu ilə. Bərabərdir 0-a. Uşaqlar, niyə? Baxın, birincinin kvadratı x kvadratı. Hasil eləyir 3x, 2-yə vuranda 6x və 3-ün də kvadratı 9. Bax, bunun açılışıdır da, uşaqlar, görürsünüz. Uşaqlar, bunun dərəcəsi yazılmayan dərəcə 2-dir. Və cüt dərəcə olduğuna görə bunlar ixtisar gedir, amma cüt dərəcədən modul çıxır. Üstə gələk y, x üstə gələk y üstə gələk 2 bərabər 0. Uşaqlar, 2 moduldan bilirsiniz ki, həmişə müsbət çıxır da. 2 müsbət ifadənin cəmi nə zaman 0 olur? Onlar ayrı-ayrılıqda 0-a bərabər olduqda, yəni x çıxaq 3 0 olarsa və x üstə gələk y bərabər 0 olarsa və 2 də var burada. Aha, x çıx 3 0-dırsa x 3-dür. Aparım 3-ü burada yerinə qoyuram. 3 üstə gələ y üstə gələ 2 bərabərdir 0-a. 5 üstə gələ y 0-dırsa y -5 alınır. Demək uşaqlar, x-imiz 3, y-imiz isə -5. Gəlin görək bizdən nə istəyir? Y. Cavab -5. A variantı. Sonra 148. Ədədi ortasını istəyir uşaqlar. Ədədi ortasını tapanda bizdə 3 dənə ədəd var. 12, 18 və 30. Ədədləri toplayıb sayına bölürük. Sayı da 3-dür. Uşaqlar, burada alınacaq ki, 12, 18 eləyəcək 30, 30, 30, 60. 63-ə böldükdə cavab 20. Ədəd ortası olacaq 20. E variantı. Eyni ilə 149 da elədi uşaqlar. Yazarsınız 150. 2 ədədin ədədi ortası 49-dur. Bu ədədlərdən biri 24 olursa digərini tapın. Uşaqlar, 2 ədəd var. Biri 24-dür, birini x götürək. 24-ün üstü x gəlirəm. Sayıları 2 dənədir, 2-yə bölürəm. Bərabər edir ədədi ortası 49. Buradan uşaqlar 49-un məxrəcini bir yazıb çarpaz vuraq. 24 üstə gəlir x bərabər olacaq. 2-ni 49-a vuranda uşaqlar eləyəcək 98. Buradan x-i tapanda uşaqlar 98-dən çıxıram 24-ün. Buradan x olacaq uşaqlar 74. Cavabımız hansı variantı? B variantı. 151-ə baxaq. 2 ədədin ədədi ortası 24-dür. Bu ədədlərdən bu ədədlərə 3-cü ədəd əlavə etdikdə alınan 3 ədədin ədədi ortası 20 olursa 3-cü ədəd tapın. Uşaqlar, məsələn, A plus B-ni 2-yə bölüb, bu bilmirəm də 2 dənə ədəd hansıdır. Ədəd ortası 24-dür. Demək, bu ədədlərin cəmi 48-dir də. 2-yə vururam, 24 uşaq. Cəmi 48-dir 2 ədədin. Deyir, buna bir dənə 3-cü ədəd əlavə etdikdə ədəd ortası 20 olur. Yəni 3-cü ədəd əlavə edirəmsə, bunları toplayıram. Bir dənə C ədəd əlavə edirəm və 3-ə bölürəm. Eləyir 20. Uşaqlar, A ilə B-nin cəminə 48 yazıram. 48-in üstünə bir ədəd əlavə eləyib, onu 3-ə böləndə bu 20 eləyəcək. Yəni çarpaz vuraq, 48 üstə gələk C bərabərdir 60-a. Buradan C-ni tapıram 12. Demək 12 imiş cavabımız. Elə cavab da C variantıdır. Sonra 152. 2 ədədin ədədi ortası 18, yəni onların cəmi eləyəcək 36. Və mənə deyir ki, 3-cü ədəd əlavə edirəm. 36-ın üstə bir dənə C ədəd əlavə edib 3-ə bölürəm. Sayı artıq 3-dən olur. Və ədəd orta 21 olur. Yəni uşaqlar, gəlin yazaq. 36 üstə gələk C bərabərdir 63-ə. C də bərabərdir uşaqlar 63-dən biz 36 çıxmalıyıq. C-miz də olur uşaqlar burada 27. 153. İki ədədin ədədi ortası bu ədədlərin kiçiyindən 17 vahid çox olarsa, bu ədədlərin fərqinin modulunu tapın. 2 ədədin ədədi ortası, yəni məsələn 2 ədəd AB götürürəm. Ədədi ortası budur. Bu ədədlərin kiçiyindən 12 vahid çox olarsa, yəni kiçiyini tutaq ki A götürürəm kiçiyini, A-dan 12 vahid deyir çoxdur. Bu ədədlərin fərqini tapın. Aha, uşaqlar, gəlin çarpaz vuraq. A üstə gələk B bərabərdir 2A üstə gələk 24-ə.
Burada uşaqlar A-nı keçirək gəlin sol tərəfə. A üstə gələk B çıxaq 2A bərabərdir 24-ə. Buradan da olacaq ki, B çıxaq A bərabərdir 24. Elə bizdən 24 istəyir. Onsa modul istədiyinə görə cavab olacaq 24. Yəni E variantı 153. Sonra 154. Ədədi ortası 35 olan 7 ədədə. Uşaqlar 7 dənə ədədin cəmi tutaq ki A-dır. Təbii ki 7 yerə bölüb cavab olur 35. Gəlin görün bundan cəmi neçə eləyir? 35-i vuracağıq 7 uşaqlar. 245. Və bu bizə də deyir ki, hansı ədəd əlavə etdikdə ədəd ortası 40 olar. Yəni 245-in üstünə bir dənə ədəd əlavə eləyirəm və 8 dənə olur artıq əlavə elədiyim ədəd. Cavab olur 40, ədəd orta 40 daha doğrusu. Yəni uşaqlar 245 bərabərdir 245 üstə gəl x daha doğrusu bərabərdir 8 də vuruq 40 uşaqlar 320. Gəlin buradan x-i tapaq. X-imiz olacaq uşaqlar 320 çıxaq 245. Bu da bizə verir ki, uşaqlar 75. Ədədimiz 75 imiş. 154-də cavab D variantı. Sonra 155. 3 ədədin ədəd ortası 18. Onlardan biri 8,8'dir. Digər iki ədədin ədəd ortasını tapın. Uşaqlar 3 ədədin ədəd ortası 18'dirsə, mən mütləq bunların cəmini 3-ə böləcəm. Və bu ədədlərdən biri 8,8'dir. 8,8'in üstünə, məsələn, A və B-dir də, digərləri də bilmirəm. Onların da toplayıram 8,8 ilə və ədəd ortasını 18'ə bərabər edirəm. Yəni uşaqlar A üstə gələk B üstə gələk 8,8 bərabərdir. 18'i 3-ə vuran uşaqlar 54. Gəlin buradan A üstə gələk B-ni tapaq. O da olacaq ki, uşaqlar 54 çıxaq 8,8 və baxın uşaqlar tamının altından yazırıq. Bir onluğu ayırırıq 2. 13-dən 8 çıxırıq 5. Eləyir 45,2. Yəni cəmi 45,2'dir. Bizdən soruşur ki, bu ədədlərin ədəd ortasını. Yəni cəmini böl 2 yerə. Yəni 45,2'ni bölək 2 yerə uşaqlar. 45,2'ni 2 yerə böldükdə uşaqlar 22,6 eləyir. Cavabımız C variantı. 156 da uşaqlar ədəd ortasını istəyir. 12, 18, 36'ını toplayıb 3-ə böləcəksiniz. Sonra 157, 3 ədədin ədəd ortası 16'dır. Bu ədədlərdən 12 əlavə olunarsa ədəd orta neçə olar? Baxın 157-yə. 3-ün ədəd ortası 16'dır da. Yəni 3 dənə ədədin cəmini bir A desəm, bunu 3 yerə böləndə cavab olur 16. Yəni bu ədədlərin cəmi uşaqlar 48 imiş. Mən deyir ki, bu 48'in üstünə bir dənə 12 əlavə elə, ədəd sayı qalxsın 4-dən olsun, ədəd ortanı tap. 48 ilə 12'ni toplayan uşaqlar 60 eləyir. 60 da 4-ə böləndə 15. Demək bunların ədəd ortası olacaq 15. A variantı. 158. Həndəsi orta uşaqlar. Baxın, həndəsi orta necədir? Əgər 2 dənə ədəddirsə, həndəsi orta A vuraq B ikinci dərəcədən. Yəni yazılmır da kökü. Əgər ədəd 3 dənədirsə, A vuraq B vuraq C üçüncü dərəcədən. 4 dənə A vur B vur C vur D dördüncü dərəcə bu şəkildə. Bu bizim həndəsi ortamızdır. 158'ə baxsaq, bizə indi 16 ilə 36'nı 2 ədəd verdiyi üçün yazırıq kök altında 16 vuraq 36. Uşaqlar 16'dan 4 çıxır, 36'dan da 6. Həndəsi ortamız 24'dür. 159. 12, 21 və ədədlə ədəd ortası 20. Gəlin A-nı tapaq uşaqlar. 12, 21 və A-nın 3 dənə ədəddir. Ədəd ortası 20'dir. Buradan eləcək 33 üstə gələk A bərabərdir 60'a. A bərabərdir 60 çıxaq 33 27. A-nı alırıq buradan 27. Sonra A-mız 27. Bizə deyir ki, 12 ilə 27'nin həndəsi ortasını tap. Yazırsan 12 vuraq 27. Uşaqlar, baxın 12'ni mən 3 vuraq 4 kimi yazıram. 9'u da, daha doğrusu 27'ni də 3 vuraq 9 yazıram. Fikir verin uşaqlar. 3 qruplaşacaq, bir dənə 3 çıxaracaq çölə. 3 ilə 3'ün hasil 9 eləyir. 9'dan kök 3 çıxır. 4'dən kök 2 çıxacaq. 9'dan da kök 3 çıxacaq. Olacaq uşaqlar 18.
Yəni həndəsə orta 18 A variantı. Sonra 160. Həndəsi ortada uşaqlar. 9-u vurasız 4, 36. Kök altı 36-dan 6 çıxır. B variantı. Sonra 161. 1-i vurasız 2-yə vurasız 32-yə eləyəcək 64. 64-dən çıxacaq 3-cü dərəcədən 4. A variantı.